Xanımlar və cənablar, hər birinizi salamlayıram. Allah sizi bərxudar və bəxtiyar eyləsin deyirəm, keçirəm yayımımıza. İki platforma üzərindən canlı yayımımız başladı. Son dəqiqə ciddi təcili xəbərlər olmasaydı, bu vaxtı efir açmazdım. Ümumiyyətcə çalışacağam ki, bundan sonra səhər yayımlarımız, səhər görüşlərimiz olsun. Yəni bizim səhər Azərbaycanın günortası sayılır. Yəni Azərbaycanda bir səhər görüşlərimiz olsun. Saat 10-11 indi saatlar da çəkiləcək, düzələcək 10-11 radələrində və axşam canlı yayımımız olsun. Amma nəzərə alaq ki, ekstrasens Elman müəllimin dəhşətli proqnozlarından axşam danışacağıqsa, zaman olmayacaq bu xarici xəbərlərə. Ona görə dəhşətli xarici xəbərləri indi verəcəyəm sizə. Doğrudan da baxmağa dəyər. Putinin, FSB-nin killerləri Avropada fəaliyyətə keçdi və bir hissəsi tutuldu. Dəhşətli xəbərləri sizə çatdıracağam. İlham Əliyev Ərdoğanı İrana və İsrailə satdı. Deyəcəz qabil az MTN artıq bundan xəbərdardır bu işlərdən. Getdik dəyərli vətəndaşlarım, dəyərli soydaşlarım. Daha sonra Putinin bu yamyamı, Putinin maşası Trump geri addım atsa da, o vurulacaq. Dəhşətli xəbərlər ortaya çıxdı, dəhşətli hadisələr ortaya çıxdı. Bunların hamısını çatdıracağam. Əziz həmvətəndaşlarım, bu yayımdan sonra sabahın reklamını verəcəyəm. Eldar Mahmudovun kasetləri bir hissəsi əllərdədir. Kemaləddin Heydarovun kaseti necə çəkildisə, Eldar Mahmudov, hansı qruplaşma ortaya girdi, devriyə girdi. Kemaləddin Heydarovun, Putinin o yanında var, kaşeloku deyirlər, İlham Rəhimovun, Vilayət Eyvazovun, o birisi Cavid Qurbanovun necə kasetləri çəkildisə, elə bir dəhşətli video olacaq ki, dəhşətə gələcəksiniz. Dünən gecə saat 2-yə qədər yatmamışam, o materialları yazmışam. Ola bilsin, kaset də üzə çıxdı. Ancaq bunun ən dəhşətlisi birinci yerdə Kemaləddindir, ikinci yerdə Kemaləddindir, ikinci yerdə İlham Rəhimovdur, üçüncü yerdə Vilayət Eyvazovdur ki, bu videoya baxanda dəhşətə gələcəksiniz, sabahın planıdır bu. Əziz həmvətənlərim, dəyərli soydaşlarım, artıq hökumətin sonudur deyə hər şeylər ortaya çıxır. Üstəlik də Kemaləddin Heydarov İlhamla razılıqlı şəkildə ya İlhamla razılıqsız Rusiyanın öz yaxtasından gedib Mahaçqala tərəfdə, dənizdə Rusiyanın Patrusheviç və Narişkin, səhv etmirəmsə, bu dəqiqə deyərəm mən sizə. Sergey Şaygu ilə görüşü və Narişkin olmalıdır. Bircə dəqiqə xarici kəşfiyyatın rəhbəri olmalıdır deyəsən. Qoy bu dəqiqə çatdırıram sizə. Deməli, bir dəqiqə ərzində mənə zaman tanıyın. Kemaləddin Heydarov deməli kimlə görüşüb? Bir dəqiqəlik Kemaləddin Heydarov, Narişkin və Sergey Şaygu ilə görüşüb. Rusiyanın Təhlükəsizlik Şurasının rəhbəri, keçmiş müdafiə naziri Şoygu, bilirsiniz ki, Kemaləddin Heydarovun şərikidir, milyardlara şərikdirlər və Narişkin. Yəni mən düşünmürəm ki, bunu dünən dedim də, bu gün bir də qayıtmayacağım. Bu tam yuxarıdan gələn məlumat oldu və onun üçün də Kemaləddin Heydarova qarşı hərəkətlər başladı. Bilirsiniz ki, Kemaləddin Heydarovun hökumətin başına gəlməsini istəməyən çox böyük qüvvələr var. Söhbət ondan deyil ki, Kemaləddin Heydarov ölkə başına gəlmək istəyir. Kemaləddin Heydarov öz adamını gətirmək istəyir. Elə adam gətirmək istəyir ki, İlham Əliyevə, Mehribana, bu klana, bu hökumətə problem yaratmasın. Çünki Kemaləddin Heydarovun əlində bu qədər güc və vasitə var. Təsəvvür edin ki, yanğın söndürmə, xüsusi xilas etmə, mülki müdafiə, Fövqəladə Hallar Nazirinin bu qədər qoşun növləri var və bunların da çox saylı ailə üzvləri, yaxınları, hamısı tökərlər meydana və İlham Əliyevə sərf eləyən, Kemaləddinə sərf eləyən adamları gətirmək üçün. Mən dünən dedim, da bir də qayıtmaq istəmirəm buna. Qısaca deyirəm, baxış sayımızın qalxması məqsədinə. Qubada bütün nazirlərin arvadları
toplantı oldu Qubada və plan üzrə oldu toplantı. Çünki niyə nazirlər özü toplanmadı? Nazirlər hamısı M6-nın, İranın kəşfiyyatının, nə deyirlər ona, İranın kəşfiyyatının adını yazın, yadımdan çıxdı. Deməli, ittihatdır, nədir ittihat, hər nəysə belə bir şeydir. M6, FBI, CIA-nin, İsrailin Mossadı, Rusiyanın FSB-si hamısı nəzarət altındadır. Hamısı o nazirlərin hamısının yediyi, içdiyi, atdığı addımlar hamısı izlənilir. Və arvadları görüşüblər, kimin Avropada, Türkiyədə, Avropada malı, mülkü, nəyisə varsa hamısını çıxartsın, xarici ölkələrə göndərsin. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, mən heç vaxtı yalan söz demərəm. Mənim hədəfim ölkənin başına gəlməkdir. Mən durub burada yalan danışıb, dəyərli həmvətənlərim, özümü kimlərəsə güldürə bilmərəm. Deməli, dostlar, xəbər xatirinə xəbər paylaşan deyiləm. Deməli, dostlar, dəyərli həmvətənlərim, xəbər olursa 10 saat, 18 saat gündə efirdə oluram. Xəbər olmursa 1 saat, 2 saat oluram efirdə. Bunun dəxli yoxdur. Deməli, uzun sözün qısası, birinci xəbəri ona görə verim ki, Trumpın qərarı, indi BMT-dən qərar almaq istəyir, BMT-dən qərar çıxartmaq istəyirlər, Suriya vurulsun. Yəni, dünənləri qərarlar verildi, Türkiyə ordusu təcili çıxmalıdır, Suriyanın mövcud yeni hökuməti vurulmalıdır. Çünki o, 800-dən çox Alevini öldürdü deyirlər və deməli, Türkiyənin Aleviləri öldürdü deyirlər, üstəlik də dəyərli həmvətənlərim, bunlar IŞİDçiləri imiş, bunlar Kalustuklu cinayətkarları imiş, belə bir Amerika bəyanat verdi və səsə qoymaq istəyirlər. Türkiyə, çıxmasa da Türkiyə qarşı Suriyanı vurmaq istəyirlər. Deyəcəyiz, nələr oldu, nə oldu, nətər oldu, niyə belə oldu? Əziz həmvətənlərim, dəyərli soydaşlarım, birinci, Türkiyənin səhvləri var, Erdoğanın çox abartdı. İkinci, Türkiyəni vuranmazlar, eləcə istəsə Türkiyəni, Erdoğan istəsə heç Suriyanı da vuranmazlar. Çünki bu saat Amerikadan qopmuş Avropaya, İngiltərəyə Türkiyə hava kimi, su kimi lazımdır. Ona görə əlbəttə ki, bu Trumpın o başqa ölkələrə qarşı pülədiyi kimi Türkiyəyə qarşı da püləməkdədir. Yəni, mən düşünmürəm ki, belə bir vaxtda belə bir addım atalar. Birincisi. İkincisi, Əhməd Əl-Şara, Suriyanın indiki prezidenti, Aleviləri öldürmək istəsəydi, öldürə gələrdi də. Bu hamısı yalan xəbərdir. Sadəcə olaraq bunun bir dənə mənası var. İsrail-Amerika müttəfiqliyi, İsrailin Qolan təpələrindən məni heç bir qüvvə düşürənməz hər zaman deyir və Əhməd Əl-Şara da dedi ki, Qolan təpələrindən İsrail qoşunları çıxmalıdır. Və ona görə dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bu hamısı bir oyundur. İsrailə qarşı baş qaldırdı. Nəysə, təzə hökumət belə etməməli idi. Bundan başqa, üstəlik də Suriyadakı zənginliklər, yataqlar hamısı, böyük bir hissəsi Türkiyəyə qalıbdır. Bundan İsrail və Amerika çox narahatdır dəyərli həmvətənlərim. İsrail və Amerika çox narahatdır. Deməli, dostlar, səhər dərmanımı içməmişəm. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, bundan çox narahatdırlar. Məsələ odur ki, ən əsas burada vacib məqamlardan biri İlham Əliyev Ərdoğanı satdı. İlham Əliyev Ərdoğanı İrana və İsrailə satdı. Dünənlər rəsmi xəbər göstərdimsə, baxmayanlar baxa bilər ki, birbaşa Yahudi iş adamları, Yahudi ağsaqqalları Trumpın yanına gedibdi. Türk devlətləri olaraq Azərbaycanı, Qazaxıstanı və Qırğızıstanı, Azərbaycanı, Qazaxıstanı və Özbəkistanı, 3 ölkəni də müttəfiqliyinizə qoşun. Yəni, İlham Əliyev gördü ki, Trumpdan Amerika birləşdi,
Baxın, indi bunun nəticəsini deyəcəm. İlham Əliyev gördü ki, Trumpla Amerika birləşdi. O, böyük güc olacaq. Bunları məğlub eləmək olmayacaq. Daha Putini məğlub eləmək olmayacaq. Uzun zaman qalacaq. Ona görə, dəyərli həmvətənlərim, neynədi İlham Əliyev? İlham Əliyev Rusiya ilə birləşdisə Trump, deməli, İran da bunun müttəfiqidir. İran da çox güclü olacaq. Üstəlik, Trump gəlirlə hamını şillələsə də, təpkiləsə də, Rusiyanı ən əsas da İsraili şillələmədi, təpkiləmədi. İsrail hökuməti arxada Rusiya ilə bərabər addımlayır. Bu, İsrail hökumətinə çox baha başa gələcək. İsrail hökuməti, biz də elə belə adamlar deyilik, bütün ölkələrin kəşfiyyat orqanları ilə qismən bacardığımız qədər əlaqəmiz var, bizə məlumat çatdırırlar. İsrail devləti arxa planda Rusiya ilə eyni topu oynayırlar. Uzun sözün qısası, Trump gələnlə ancaq İsraili öpüb gözünün üstə qoyub, bir də Putinə hər cürə şərait yaratmaq istəyir. İndi bundan birazdan danışacağıq. Trump'ı impeachment verdilər, Trump'ı artıq öldürürlər. Trump'ı yox edirlər. İndi birazdan danışacağım. Maddə ilə Puqdan rəsmi xəbəri. Burada görürəm, biri yazır ki, Qabil Osturağa basın. İndi birbaşa sənə Guardianın məlumatını göstərəcəyəm. Dünyanın ən böyük mətbuatı. Deməli, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, İlham Əliyev, baxın, bir dənə Azərbaycan nədir? Azərbaycan İlham Əliyevin bir ailə şirkətidir. Elə deyilmi? Başqa Almaniyanın Xarici İşlər Naziri, ya Mədəniyyət Naziri, ya Təhsil Naziri Azərbaycana gəlsəydi və yaxud başqa yerə getsəydi, başqa ölkəyə getsəydi, ancaq nə düşünürsünüz? Təhsil Naziri təhsil işinə məşğul olacaq, Səhiyyə Naziri səhiyyə işinə məşğul olacaq. Amma Azərbaycanda elə deyil. Azərbaycanda hər şeylər naziri var. Mikhail Cabbarov 46 dənə idarə komitə və nazirliyə rəhbərlik edir və Rusiya KGB-sinin generalıdır ya polkovnikidir və İlham Əliyevin özəl təmsilçisidir. İlham Əliyev bunu hər yerə göndərir. Baxın, Mikhail Cabbarov öz Petuq dəstəsindən, Ceyhun Bayramov öz Petuq dəstəsindən İranda neyniyirdi? Mikhail Cabbarov və Ceyhun Bayramov dayanmadan öz Petuq dəstəsindən bu dəqiqələrdə İsraildə neyniyir? İndiyə kimi, bax, bir dənə sizə bir şeydir. Erdoğanın İlham Əliyev tərəfindən satılması, yəni İlham Əliyevin Erdoğanı satmasının bir faktını deyim. Son bir ayda Türkiyəyə, ya Türkiyədən gəlib, ya Türkiyə bizim nə qədər nazirlərimiz və prezidentimiz gedibdir. Nə qədər nazirlərimiz. İndi İlham Əliyev buraxmırlar da, aydın məsələdir, Putin buraxmır. Sadəcə son bir ayda nə qədər İrana səfər olubdu bizim nazirlər, Mikhail Cabbarov, Ceyhun Bayramov nazirlər, nə qədər İsrailə səfər olubdu, nə qədər Türkiyə. Son bir ayda, ya 2 ayda, 3 ayda baxın. Görəcəksiniz ki, Türkiyədən qat-qat artıq dəfələrlə son 1, 2, 3 ay ərzində Azərbaycan İlham Əliyevin özəl təmsilçiləri İranla, İsraildən daha çox görüşlər keçirib. Nətər oldu? Bir dənə İlham Əliyev Ukrayna ilə Rusiyanın arasında gedən savaşda İlham Əliyev dəfələrlə bəyan elədi ki, mən Putinlə Ukraynanın, necə deyim, sülh bağlanması üçün, görüş keçirməsi üçün vasitəçi ola bilərəm. Necə ola bilər? Amma İlham Əliyev bir kəlmə, nə o özü, nə hakimiyyəti İsraildən Türkiyə arasında və yaxud Rusiya ilə Türkiyə arasında bir balaca ortaq məxrəcə gəlmə addımları atmır. Nətər olur elə Yahudilər? Mən demişdim, 3 ay bundan qabaq demişdim, 2-3 ay bundan qabaq. Demişdim, Emin Ağalarovun Yahudi lobbisinə bağlı da atası, Emin Ağalarovun atası. Demişdim ki, ay millət, Yahudilər Trump'dan İlham Əliyevi xahiş eləyəcəklər. Türk dilli devlətlər Özbəkistan, bir də Qazaxıstan. Qazaxıstan, Özbəkistanı bunlar özləri qoşurlar. Onu bir dəfə adını çəkiblərsə, Türk dilli devlət adına, Türk dilli devlətlərin dəstəyi adına. Ancaq Türkiyənin adını niyə çəkməyiblər? Niyə o Yahudilər xahiş eləməyib ki, Trump'dan? Türk dilli devlətlərin başında Türkiyə gəlir. Türkiyədə münasibətləri düzəltmə xahiş edirik. Axı Trump bir dənə Yahudilərlə, daha doğrusu İsraildə Netanyahu ilə razılaşır. Bir də Putinlə dostluq eləmək istəyir. Başqa heç kimlə. Hamıya dava açıb, hamıya savaş açıbdır. Niyə görə o Türk dilli devlətlər deyib ora gedənlər, niyə görə bir dəfə
Uyğur türklərinin qırğına, genosidə məruz qalmasını demədilər, xahiş eləmədilər. O Yahudilər türk dilli devlətlərin qeydinə qalırdısa. Niyə görə türk dilli devlətlərin qeydinə qalırsa Orta Asiyada 5 ölkə var. Tacikistan, Türkmenistan, Qırğızistan, Qazaxıstan və Özbəkistan. Niyə görə bunlar Özbəkistan və Qazaxıstan deyiblər, amma Qırğızistanı deməyiblər, Türkiyəni deməyiblər. Sadəcə bunların xahişi İlham Əliyevi hakimiyyətdə saxlamaq olubdur. Buradan da İsrail devlətinə səslənirəm. Azərbaycan xalqı sonuna qədər Qabil deyir və Qabilin ətrafındakıları deyir. Bu ərəfələrdə İlham Əliyevə kömək eləyən İsrail belə olsa 100 illik əlaqələr kəsiləcək. Bax deyirəm, Yahudilər belə Netanyahunu sevmir. Mən bilirəm, 90% Yahudilər sevmir. Mən Yahudiləri çox sevirəm. Onlara da yüksək dərəcədə sayğım var. Bax, deyirəm burada. Əgər İlham Əliyev orada saxlamaq üçün pərdənin arxasında İsrailin köpəyidir İran. İran İsrailin köpəyidir pərdənin arxasında. Quludur. Pərdənin arxasında birləşib İran, İsrail, Erdoğan'ı satırlarsa, pərdənin arxasında İran, İsrail, Amerika, Rusiya bir koalisyon qurup Yahudilərin xahişinə İlham Əliyev də bu koalisyona dəvət eləmək, soxmaq istəyirlərsə, birinci, əsla və əsla aldanırlar. Mümkün deyil, Trump indi deyəcəm başına nələr gəlibdir. Mümkün deyil, Trump'ın indi başına gələnlər deyəcəm, birincisi. İkincisi isə, bu savaşın qazananı Avropa olacaq. Daha sonra, artıq Türkiye miti, mən elə belə adam deyiləm, mənim hər yerdə qulağım, gözüm var. Türkiye miti artıq, Türkiye dərin devləti artıq, İlham Əliyevin Erdoğan hökumətini İsrail'e ve İran'a sattığını bilir. Bilir artıq, bunun üzərində işləyirlər. Artıq İngiltərə devləti Koral Enerjinin 2 il ərzində 78 milyard Putin'e savaş pulu verən İlham Əliyevin ailə şirkəti Koral Enerji sanksiyalar gəldikcə ad dəyişdirərək, yer dəyişdirərək, renk dəyişdirərək Koral Enerji eyni zamanda Trump'ın seçim kampanyasına 6 milyard Trump'ın seçim kampanyasına 6 milyardı dollar pul ötürübdür. İngiltərə bu dəqiqə onun peşindədir. Bu məxfi xəbəri məndən başqa heç kim açıqlamayıb. Yadınızdasa mən Koral Enerjiden danışanda bir adam Koral Enerjinin adını belə çəkmirdi. İndi bütün dünya Koral Enerjiden danışır. Və dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, artıq hər şey, bütün kartlar açıq oynanılır. İndi isə keçirəm sizə daha dəhşətli xəbərlərə. Daha dəhşətli xəbərlərə. İlham Əliyev Erdoğan'la görüşdü. İlham Əliyev Erdoğan'la görüşəndən sonra yenə də İrana öz təmsilçilərini göndərdi. Yenə də İsrail'e öz təmsilçilərini göndərdi. Yenə müəyyən pərdə arxasında başqa söhbətlər də var, onu axşam canlı yayımda deyəcəyəm. Və Erdoğan'ın məqsədini, fikirlərini, sağdan soldan da qrupları nə yamsıladığını, qulaqlarından eşitdiyini, gördüyünü, təklifini, hamısını İsrail'e və İran'a su qalıq elədi, çatdırdı. İlham Əliyev. Artıq Türkiyəni belə hədəfə gətirmək istəyirlər, amma alınmayacaq. Çünki Trump pis oyun oynadı. İndi gəlin sizə dəhşətli xəbərlər verim. Bu arada, ilk öncə Guardian, Bərdən burada bir ikisi yazır, Ostirağa basır Qabil. Mən hər şeyi subutdan, faktdan deyirəm və subutlarımı da göstərirəm. Elə belə yerdən yox, ancaq dünyanın ən böyük məlumat mənbəyindən göstərirəm sizi. Ən böyük məlumat mənbəyindən göstərirəm. Baxın, birinci, Guardian'ın yazısını göstərirəm, ala baxın. Baxın, Guardian, baxın, Guardian'ın yazısını göstərirəm. Baxın, baba, indi mən bunu tərcüməsini sizə çatdıracağım. Baba, Guardian, baxın. Dünyanın ən böyük mətbuatı. Bu killerlərə də yaxşı baxın, killerlərdir bunlar.
Bu killerlərə yaxşı baxın. Bunlar killerdə tutulublar. Tutulublar. Sadəcə uzun yazıda uzun oxumayacağım, qısaca oxuyacağım. Bu killerlərin bəzilərini tutublar. Rusiyanın FSB-nin killerləridir. Dünya həyəcan siqnalı, Guardian, İngiltərə mətbuatı dünyaya həyəcan siqnalı çaldı. Təcili Rusiyanın əleyhinə olan Avropadakı məmurlar, birisi də burada prezidentlər, baş nazirlər avtobusda gəzir, metroda gəzir, velosipeddə gəzir. Rusiyanın killerləri hamısını öldürməlidir. Baxın, getdik. Xəbərlərin tərcüməsini deyirəm mən. Deməli, Qabil bəy, bundan sonra heç kimə, bütün Azərbaycanlı, Avropanı dəstəkləyən, Ukraynanı dəstəkləyən Azərbaycanlılar da ehtiyatlı olsun. Bunu mənə İngiltərədən atdılar. Rusiya Avropaya xarici kəşfiyyatın killer qrupunu, GRU, xarici kəşfiyyatın killer qrupunu yollayıb, Rusiya əleyhinə təbliğat aparan məmurları, mediaları öldürmək əmri verilibdir. Böyük Britaniyanın Rus dissidentlərini hədəf alan ikinci Kremlin cəsus izini tapdı. 6 Bolqarın cəsusluqda itham olunmasından sonra İngilis kəşfiyyatı Rusiyanın müxalifətlərə qarşı növbəti əməliyyatları barədə xəbərdarlıq etdi. Təcili xəbərdir bu. Təcili xəbərdir. Killerlər bunlardır, tutulanlar. Fotoları verilib, tutulanlar mı? Deməli, bircə dəqiqə tutulanlardım, bilmirəm daha. Bircə dəqiqə, bu dəqiqə örgənək. Bu dəqiqə örgənək, səbirli olun. Səbirli olun, bu dəqiqə örgənək görə tutulanlardır mı, yoxsa tutulmayanlardır mı olar? Baxa bir dəqiqə. Bəy, yayımdayam, sadəcə mənə deyin, o şəkilləri olan killerdə tutulanlardır mı, yoxsa hələ çöldə olanlardır mı? Yəni, tutulanlar var, ona görə deyirəm. Dəyərli mədələrim, dəyərli soydaşlarım, hal-hazırda buna cavab alaq, tez başlayaq. Tez başlayaq, bir dəqiqə, çox vacib xəbərlərimiz var, dəhşətli xəbərlər var. Trump geri addım atdan onu vuracaqlar, təcili. Təcili. Bir dəqiqə. Bircə dəqiqə. İndi bunu mən yenidən çatdıraram, evi yox. Hal-hazırda mənə yazacaqlar indi. Deməli, həyəcan təbili çalınıbdır. Fotoları da verilibdir. Bolqar kilini bu İngiltərə təkcə bir qrupun izinə düşüb. Bir neçəsini tutubdu və qalan qrupun, qalan tərəfdarlarının izinə düşübdür. Dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. Baxın, bu killerlər, Bolqar killerlər bunlardır. Ehtiyatlı olun bu adamlardan. Hal-hazırda bunlar, bütün Avropanın xüsusi xidmət orqanları ancaq Rus killerlərini tutmaqla, təmizləməklə məşğuldurlar, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım. İndi ola bilər bu söhbətə qayıdam mən, təzdən qayıdam, çünki mənə cavab gözləyirəm. Ancaq başqa xəbər deyirəm sizə, indi isə. Təcili Dövlət Turizm Agentliyinin əməkdaşları həbs elədi. Qabil bəy, siz danışandan sonra bunları həbs elədilər. İlham Əliyev, mən demədim, Dövlət Turizm əməkdaşları, naziri, onun arvadı mənə məlumat ötürür demədim. Belə dedim. Məlumat var ki, yuxarıda danışırlar ki, Qabilə Avropadakılara məlumat ötürüb, belə medialar yayımlayıb. Şəxsən mən nə bilim, bəlkə də çerez mənə məlumat gəlib, göndərən odur, amma mən bilmirəm. Mənim elə adamlarla turizm rəhbəri nə poxdur ki, mənə informasiya göndərsin. Mən elə informasiya bilirəm, elə informasiyalar verirəm ki, hər gün və ya 2-3 gündən bir. Onu ölkədə cəmi 5 adam bilə bilər. Heç bəzi informasiyalar İlham Əliyev bilmir. 5 adam bilə bilər. Mən elə informasiyalar verirəm burada. Turizm naziri, turizm rəhbəri kimdir ki, mən ondan informasiya alım? İndiyə ki, mən turizmlə danışmışam. Sadəcə katyola atıb, nə bilim, İlham Əliyevin qaçışı, turizm sektorlarının
ərəblərə satışı, belə harasa quş buraxıb 100%, odur, Qubada toplaşırlar turizm sektorunda, mənə məlumat gəlib çat. Belə kimi şeylər var ki, ona görə ola bilsin şey eləyiblər. Getdik. Dəyərli həmvətənlərim, yenə rəsmi xəbər göstərirəm sizə. Dəyərli həmvətənlərim, yenə rəsmi xəbər göstərirəm sizə. Mən demirəm, bayaqdan burada bir nəfər dayanmadan özünü öldürüb yazır ki, o basır, o basır. Mən nəsə atanda onun rəsmi xəbərini göstərirəm. Birinci, Trump şalvarına, birbaşa Trump şalvarına geri addım attı. Baxın, bir mən bunların rəsmi harda yayılır. Elə bunu yayan mən deyiləm ha. Bunu yayan Azərbaycan hökumətinin ən böyük 3 mətbuatından biri, bəlkə də birincisi Haqqı Nazdır. Baxın, Haqqı Naz. Haqqı Naz yazıb, bunu mən yazmamışım. Ala baxın. Haqqı Naz'a baxa bilərsiniz. Videoda var, Getdik. Dalından, mən dediyim məlumatları, indi burada deyəcəyim məlumatları Forbes, dünyanın ən böyük 4-5 mətbuatından biri Forbes'in yazdığını bax, Forbes'in yazdığını çatdırıram sizə. Forbes, baxın, Forbes, baxın. Bunu hamısını siz baxa bilərsiniz, vurursa türk dilində tərcümə edib baxa bilərsiniz. Getdik, mən sizə bir də Forbes'də verdik, görək bu hansıydı. Mən sizə verirəm bir də Reuters'in, dünyanın ən böyük 2 mətbuatından, 3 mətbuatından biri Reuters'dir. Mən Reuters'in məlumatını verirəm sizə. Baxın, Reuters. Görürsünüzmü? Reuters. Görürsün? Hamısının başlığına baxın. Trump ABD'nin Ukraynaya istihbarat paylaşımına ilişkin arayı neredeyse sona erdirdiğini söyledi. Və aləm deyib bir-birinə, bunların hamısını indi mən sizə çatdıracağım. Deməli dostlar, dünənləri xəbər verdim ki, Trump 5400 kəşfiyyatçını, bütün FBI'nin işçilərini, CIA'nin işçilərini, Müdafiə Nazirinin yüksək rütbəli adamlarını çıxardıb. Təkcə Amerika kəşfiyyatının 5400 işçisini çıxardıb tullayıb. Sıravi əməkdaşlar deyil, əksəriyyəti vəzifəli adamlardır. Dünyanın hər yerində, Rusiyada, Ukraynada, hər yerində olan, İranda, Çində olan məxfi ajanları hamısını siyahıdan çıxardıb, rədd edib. Trump'ı öz axırana cinsi azlığın nümayəndəsi olan, öyle Trump deyir, cinsi azlıqlara pis baxır. Güya ki, cinsi azlığın nümayəndəsini bir serjantı, elə bir ki, Azərbaycanın baboş kimi adamını gətirib qoyub Əlin Ağayevin yerinə. Orada serjantı, bir dənə serjantı, adicə bir serjant da deyil, bir mama ağzından süd iyisi gələn birisini gətirib qoyub Amerika kəşfiyyatının başına. Nədir? Trump'ın axranasıymış. Və deyilən vətənlərim, aləm deyib bir-birinə çox vəziyyət kifayət qədər gərgindir. 5400 nəfər, həmən o, necə deyərlər, kəşfiyyatçılar, həmin ölkələrin xüsusi xidmət orqanı, Çin, İran və Rusiya, xüsusi xidmət orqanları, onların bir neçəsini ələ alıbdır. Amerikanın məxfi materiallarını əldə eləyibdir. Bu Trump'ın Amerikanı məhv eləməsi, bu Trump'ın Amerikanı trilyonlarla zərbə altında qoyması, bu Trump'ın Amerikanı çöktürməsi deməkdir və bu Trump'ın ən yaxşı halda həbsə girməyi ilə əvəz oluna bilər. Bərtaraf olunmağa çalışa bilər, amma yenə də trilyonlarla ziyan dəyəcək. Çünki Amerika ildə 800 milyarddan çox orduya pul ayırır, ən müasir model texnologiya silahlar, hərbi bazalar, məxfi bölgələr, hamısı satıla bilər, ya bir hissə satıla bilər və bunlar yer dəyişmə eləməlidir, qərar dəyişmə, parol dəyişmə, yer dəyişmə, silahların kod dəyişdirməsi, bəli, məxfi o, necə deyərlər, o silahların özünü məhv eləmə mexanizmi də var. Kilitləmə mexanizmi, özünü məhv eləmə mexanizmi.
Yadınızdadsa bu Trump Amerika Ukraynaya verdiyi HIMARS-ların kilitləmə düyməsini basıblar. Heç biri istifadə edilə bilmir. Allah'tan İngiltere, Fransa gözəl silahlar veribdi deyə bərtaraf etdilər. Yəni Trump bu qədər xaindir. İndi dəyərli həmvətənlərim, aləm dəydi bir-birinə, bu xəbəri demək istəmirdilər. Dünənləri birinci dəfə xəbəri mən verdim efirə, çünki məxfi saxlanılırdı bu xəbər. Sadəcə bu xəbəri açıqlasaydılar bu xəbəri, dünyada bilməyənlər də Amerikanın ajanlarına hər tərəfdən daha çox qarmaq atardılar. Bunu məxfi saxlayırdılar və məxfi şəkildə bir neçə gün bundan qabaq məxfi şəkildə Trump üzr istəyib, həmən o işdən çıxartdığı kəşfiyyatçılar üzr istəyib, qaytarıb geri. Amma nə fayda, ki fayda. Bir neçəsini artıq Çin, Rusiya və İran istihbaratı ələ ala bilibmiş, materiallar ala bilibmiş. Bu artıq Trump'ın vətənə xəyanətidir, Amerikaya xəyanətidir. İndi 250 min impeachment, yəni vətənə impeachmentin loru dilində vətənə xəyanət deməkdir və mədəni diplomatik Azərbaycan dilində etimadsızlıq, yəni Trump'a etimadsızlıq göstərildi, 250 min qol çəkildi, Kongresə verildi. Artıq Kongresə verildi, xüsusi komissiya yaradıldı, artıq hər şey öndədir və burada nələr deyilir? Yaxşı, burada nələr deyilir? Trump'ı hansı maddələrlə ittiham eləyiblər? Gəlin bir yerdə oxuyaq, bir yerdə oxuyaq. Çoxunuz birinci dəfədə eşidəcəksiniz bu maddələri. Çoxunuz birinci dəfədə eşidəcəksiniz bu maddələri. Baxaq, getdik. Əlbəttə ki, Guardian paylaşıbdır. Birinci dəfə, bəlkə bir neçə saat bundan qabaq paylaşıb. Dünyanın çox böyük mediaları heç hələ paylaşmayıb, bunu paylaşacaq. Amma mən sizə çatdırıram. Impeachment ortaya çıxan kimi Trump fikrini dəyişdi. İndi də deyir ki, gələn həftədən Rusiyanı cəhənnəm sanksiyalarına salacağım. İndi də təcili Trump Ukraynaya silah dəstəyini artırmağa başladı. Amma xeyri yoxdur. Getdik, hazırsınızsa dünyanın ən böyük mediasını, Amerikanı silkələyən Trump'ı hansı maddələrlə impeachment eləyirlər? Vətənə xəyanətdə ittiham eləyirlər, cinayətçi qaldırırlar, səsə qoyurlar. Hansı maddə ilə öldürməsələr belə, çox güman ki, Trump öldürəcəklər. Hökmüdür bu. Bunun cəzası ölüm hökmüdür. Öldürməsələr belə Trump'ı həbs edəcəklər. Öyle çox təcili qısa müddətə. Başladıq. Trump'ı impeachment etmək istəyənlər onun 50 günlük fəaliyyəti zamanı etdikləri və etmək istədiklərini aşağıdakı kimi təsnif ediblər və Trump'ı bu maddələrlə ittiham edirlər. Hazırsınızsa birinci, başladıq. Trump mən demirəm, bunu Amerika Kongresə təqdim olunan materialı deyirəm sizə. Impeachmentin senatorlar maddələri qoyub 250 min imza atılıb Kongresə çıxarılıb. Aləm deyib bir-birinə, dünya qarışıb bir-birinə. Baxın görün hansı maddələrdir. Bəziləri oturur. Qabil, xarici xəbər mi lazım idi? Mənim mən nə bilim acından, kredit istəyəm. Bu dünyamız düzəlməz, Azərbaycan düzəlməyəcək də. İlhamı yıxmağa kişi sayı çatır Azərbaycanda. İlhamı yıxmağa qüvvə var Azərbaycanda. Kişilərin yarısını öldürdülər, yarısını didərgin saldılar, yarısı da Azərbaycanda yetərli sayda deyil. Bu dünya düzəlməsə mümkün deyil. Putin ayaqdasa uzaqbaşı İlham Əliyev, Kəmaləddin kimi, Nəcməddin kimi, Mehriban kimi adamlarla əl dəyişdirə bilər. Yenə də biz mələr qalacağıq. Ona görə belə xəbərləri çox izləmək lazım. Erməninin balaca qolundan dəyişdirdiyi sonuncu maddə. Ən dəhşətli sonuncu maddə. Trump'ın Amerikanın kəşfiyyat orqanlarında, CIA, FBI, Müdafiə Nazirinin generalları, Trump'ın Amerikanın kəşfiyyat orqanlarında kütləvi ixtisarlar aparması, İran, Rusiya, Çin və başqa ölkələrdən məlumat toplanması işini aksadır, mühüm kəşfiyyat strukturlarının fəaliyyətini iflic edir
və ölkənin bütövlükdə dünyanın təhlükəsinə zərbə vurur. Necə zərbə vurur? Yəni, bəzilərində o digər ölkələr, kəşfiyyatçıları ələ alaraq Amerikanın məxfi materiallarını əldə edir. Ən dəhşətlisi budur. Ən dəhşətlisi budur. Bu vətənə xəyanət hökmüdür. Beynəlxalq ekspertlər, müşahidəçilər, hətta adi insanlar bu addımın gündən günə daha da açıq şəkildə Rusiyanın ümidə maraqlarını təmin etmək, yəni ümidə əsas maraqlarını təmin edən qərarlar verməsini dünya ekspertləri, dünya müşahidəçiləri, dünya ölkələr rəhbərləri heyrətlə izləyir. Son 100 ildə hansısa ABŞ prezidenti Trump'ın etdiklərinin onda birini etsəydi, hətta ritorikasında onun %1-i qədər ritorikasını dəyişdirib Rusiyaya güzəşli mövqe tutsaydı, onu ya öldürdülər, açıqca yazıblar ha, ya öldürdülər, ya da impeachment edib vəzifədən atardılar. Mən yazmıram bunu, Guardian yazır. Mən yazmıram bunu, Reuters yazır. Mən yazmıram bunu, BBC yazır. Mən yazmıram bunu, digər dünyanın ən böyük mətbuatları yazır. Deməli, tutulmayıb. Deməli, deyələmədən bu xəbəri təzdən yayası oldum. İngiltərə kəşfiyyatı, bunu da mən demirəm, yenə The Guardian yazır. Budur, İngiltərə Guardian yazır. İngiltərə, baxın, bunu ayrıca verin, xahişəm, TikTok edər, bunu paylaşın ayrıca. Baxın, İngilislər yazıb, İngiltərənin ən böyük mətbuatı Guardian yazıb. Dünyanın harasa ən böyük, bir ya ikinci yerdə olan mətbuatıdır. Yazıbdır. Rusiya, Putin, FSB Avropaya killerlər göndəribdir. Və burada killerlərin şəkilləri də var. Bunu mən uzundur, oxumuram. Efir vaxtımızı aparmasın. Çox uzundur. Burada, baxın, görün, bircə dəqiqə. Burada basanda uzun bir materialdır. Burada şəkillərini də vermişdi. Səhv etmirəmsə, bir dəqiqə. Bircə dəqiqə. Baxın, burada görürsünüz, şəkillərini də verib. Nəysə, mən bunu eləyəmədim. Belə vururam, şəkilləri çıxır, budur. Tam çıxır. Bircə dəqiqə, bir dəqiqə. Bax, şəkillərin zadı da veribdir. Yazılara. Hamısını mən sadəcə olaraq, burada var məndə screen olub, daha sonra deməli, ücretsiz kayıt olaq ki, materialları göstərsin bizə. Yoxsa göstərmir. Deməli, dəyərli soydaşlarım, dəyərli həmvətənlərim, dəyərli soydaşlarım, baxaq, budur, artıq şəkillərini paylaşıblar. İngilis kəşfiyyatı şəkilləri paylaşıbdır. Bu, Bolqar killerlər, baxın, Bolqar killerlərdir. Bu qrupda 6 nəfərdir. Başqa qruplar da ola bilər. Qoy, burada şəkillərini verim. Bu qrupda 6 nəfərdir. Yəni, siz də bunları görsəniz, dərhal qoyun, sifətləri yaxşı düşsün. Qoyun, bir də belə eləyim, sifətləri birinci YouTube'da göstərim, sonra TikTok'da göstərərəm. Dərhal bunları görsəniz, Avropada yaşayan çox sayılı Azərbaycanlılar var və dəyərli həmvətənlər, belə göstərim də, belə. Bunlar killerlərdir, 6 nəfərdir, 3-ünün artıq şəklini yayıblar. Rusiya göndərib bunları, sifətlərə bax, sifətlərə. Rusiya göndərib bunları və FSB göndərib. Təkcə bir qrupda 6 nəfərdir və başqa qruplarda ola bilər. Bunlar haralı, nə üçün göndəriblər? Rusiya əleyhinə propaganda aparanları öldürmək üçün. Rusiya mediaları, Rusiya əleyhinə qərar qəbul edən Avropalı deputatlar, prezidentlər, nazirlər, belə adamlara təxribat etdirmək. Sonra Rusiyaya qarşı GPS düzəldən silah sənayesi, belə sənayelərə təxribatlar eləmək üçün Rusiya bunu göndəribdir. Mən yadınızdadırmı, deyirdim ki, sonunda Avropada, bu diktatorlar Avropadakı da rəqiblərini vurdurmağa çalışacaq. Yadınızdadırsa,
Narişkin gəldi Azərbaycana, İlham Əliyevdən bir yerdə bəyanat verdilər. Dedilər ki, birbaşa xaricdə Azərbaycan və Rusiya əleyhinə danışanları haqqında tədbir görmək üçün, yox eləmək üçün deməli Rusiya və Azərbaycan bircə işləyəcək dəyərli həmvətənlərim. Dəyərli soydaşlar, Rusiyadakılar, ruslar nəzarətə götürsə də Azərbaycan, Gürcüstanda yaşayan Azərbaycan, bizdə İlham Əliyev ömrü boyu killerlərlə danışıb, Azərbaycan mafiyaları da güclü olubdur. Nəysə, burada bir xəbər də çıxdı. Kanadanın baş naziri çox şərəfli adamdır, çox qeyrətli adamdır Kanadanın baş naziri, mən onu çox istəyirəm. Uzun adamdır, amma ağıllı adamdır. Kanadanın